360 derece canlı Azerbaycan'da. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum ve la nadahum ecma'in. Allahümme accil velikel ferac. Değerli Zahra TV izləyiciləri, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. İmam Cəfər Sadiq Aleyhisselamın məzhəbimizin rəisi, İmam Cəfər Sadiq Aleyhisselamın hüzünlü şəhadət günü münasibəti ilə başda Sərvər-i Aləm Zəmanə İmamı Əccəlallah vərəcəhu şərif olmaqla bizə başsağlığı ərz edirik. Bir də ki, bugünkü mövzumuz İmam Cəfər Sadiq Aleyhisselamın universitetindən Mənsurun lənətullah aleyh zindanına böyük bir qorxunun hekayəsi. İnşallah ki, mövzumuz budur. Mövzunu ilahiyyatçı qardaşımızla müzakirə edəcəyik. Bizimlə qalın. 360 derece canlı Azerbaycan'da. Bəli, qonağımız ilahiyyatçı Muhammed Rıza Tağıyevdir. Qardaşım, selamun aleyküm və rəhmətullah. Aleykümselam və rəhmətullah əziz Kərbəlayı Zeynalabidin. Allah gələn günlər. Allah sizdən razı olsun. Əvvəla sizə təşəkkürümüzü bildiririk ki, bizim dəvətimizi qəbul ediniz. Bu hüzünlü gündə inşallah ki, bizim qonağımız oldunuz. Allah sizdən razı olsun, dəyərli qardaşım. Mən sizə təşəkkür edirəm. Dəvət elədiniz, saydınız, hörmət elədiniz, çağırdınız. Bu cəhətdən həm sizə, həm Zəhra TV iştirakçılarının hamısına təşəkkür edirəm. Var olasınız. Allah razı olsun. Kərbəlayı, Allah salamat eləsin. Vaxtı çox uzatmadan inşallah ki, mövzumuz aydındır. İlk sualı səsləndirmək istəyirəm. Kərbəlayı, niyə Əbbasilər hakimiyyəti İmam Cəfər Sadiq Aleyhisselamın elmi nüfuzundan qorxu hiss edirdi? Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və salatu vesselamu ala rasulillahil amin. Seyyidina və seyyidina Muhammedin və alihi tayyibin tahirin. Və la'nud daim aləl a'daihim və qatilatihim ecmaîn. Bəli, əziz Kərbəlayı Zeynalabidin qardaşım, ilk öncə istərdim elə bununla mövzuya giriş edeyim. Həzrəti İmam Cəfər Sadiq Əleyhissalatu vəssalamın şəhadəti münasibəti ilə başda Vəli-i Əsr İmam Bəqiyyətullah Azəm olmaqla saniyən bütün möminlərə başsağlığı təsliyyət ərz edirəm. Bəli, gözəl bir sual ünvanladın əziz qardaşım. Niyə Abbasilər İmam Cəfər Sadiq Əleyhissalamın elmi nüfuzundan qorxur? Bax, cavab bu cürlə quraq ki, İmam Sadiq Əleyhissalam öz tələbələrinə, yəni dərs alanlarına bilirik ki, İmam fəaliyyətində ən çox elmə, təhsilə üstünlük verib, öz tələbələrinə həmişə deyərdi. Cəmiyyəti təşkil edən sizsiniz, sizlər özünüzü xoşbəxt yaxud bədbəxt edə bilərsiniz. Geriyə yaxud irəliyə getməyinizi təmin edə bilərsiniz. Yəni, ey cəmaət, sizlər zalım xəlifəni hakimiyyətdən ala yaxud hökuməti, xilafəti daha ləyaqətli və ürəyi yanan şəxslərə tapşıra bilərsiniz. Müsəlmanların Qurani etiqadlarına əsaslanan bu düşüncə tərzinin yayılması zəmanənin hökmdarına, yəni Mənsur Dəvaniqiyə ağır gəlirdi. Sualın cavabı budur. Bu ona ağır gəlirdi. O fəsadı daha artıq yaymaqla bu düşüncənin qarşısını alıb xalqın bilik və ayıqlıq məktəbi olan İmam Sadiq Əleyhissalamın məktəbinə meyl etməsinə mane olmağa çalışır. Bəllidir. Mənsur da bu məqsədini həyata keçirmək üçün bir neçə alimlərə pul verdi ki, neynəsin? Dini determinizm yaysın. Nədir bu determinizm? Determinizm, yəni cəbri əqidəsini təbliğ etsinlər. Yəni, xalqı inandırsınlar ki, yoxsulluq, bədbəxtlik, zülm və s. bu kimi hadisələr Allahın iradəsi ilə baş verir və heç kəs onları dəyişdirə bilməz, qadir deyildir. Beləliklə, müxalifətlər və inqilabların qarşısı alınacaq, əgər belə olsa, xalqı hakimlərin zülmünə dözəcək, cəbri əqidəsinə etiqad bəsləsə və etiraz etmək əvəzinə şükür edəcəkdir. Çünki nə var Allahdan gəlir bu əqidənin dediyinə əsasən. Şübhəsiz İmam Sadiq Əleyhissalamda İslami fikir və mədəniyyət adı altında xalqa qəbul etdirilən bu yanlış, yəni həqiqətən də yanlışdır və təhlükəli əqidənin yayılmasına göz yumub sükut edə bilməzdi. Dövrün höccəti də axı, Həzrət İmam Sadiq Əleyhissalam bu təhlükəli əqidələrlə mübarizə aparmaq məqsədi ilə
elmi mədrəsə təşkil edib qısa müddət ərzində İslami əqidələr, kəlam və mədəniyyət sahəsində 4000 nəfər tələbə yetişdirdi və cəmaatın arasına göndərdi ki, həmin xain fikirli alimlərin təbliğatını puça çıxarsın. Məhz bu səbəblərə görə idi, əzizlər. Allah sizdən razı olsun Kərbəlayı. Allah sizi Əhl-i Beytdən dünya və axirətdə ayrı salmasın. Qısa olaraq bunu deyə bilərik ki, əslində, yəni xülasə olaraq, istər Əməvi hakimiyyəti, istərsə də Əbbasi hakimiyyəti İslamın adını saxlayıb, İslam adı altında öz şəxsi mənafelərinə xidmət eləyən əqidəni, düşüncəni və fikirləri İslam adı altına salıb cəmiyyətə onları təlqin edirdilər. Əhl-i Beyt əleyhissalamın da imamları gerçək olan İslamı insanlara çatdırdıqlarına görə, məhz onların saxta İslamı ilə gerçək İslam üz-üzə qaldığına görə onlar məhz Əhl-i Beyt əleyhissalamın imamlarına qarşı zülm və təzyiqlər göstərmişdilər. Yəni əslində burada gerçək İslamla saxta İslam görürük. Gerçək İslamı Əhl-i Beyt çatdırır, saxta İslam isə Bəni Ümeyyə və Abbasilər çatdırır ki, Allah onlara lənət eləsin. İnşallah ikinci sualımız da qardaşım bundan ibarət olacaq ki, hansı amillər İmam Cəfər Sadiq əleyhissalamın elmi məktəbinin İslam dünyasının ən böyük elmi mərkəzinə çevrilməsinə səbəb oldu? Əhsən, bu da gözəl sualdır. Əslində suallar boldu. İstəyirəm bu suallara qısa və lakonik şəkildə cavab vereyim. Baxın, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndən sonra 3 xəlifənin dövründə də xəlifələr suallarla rastlaşanda gedirdilər Həzrəti Əmir əl-Müminin Əli əleyhissalatu vəssalamın qapısına və müraciət edirdilər və bütün çətin məsələləri Əli əleyhissalam cavablandırırdı. Məhz Həzrət Əli əleyhissalam şəhadətə çatandan sonra onun övladları, yəni Ali Əli əleyhissalatu vəssalamı ciddi sıxıntıya məruz qaldılar. Yəni xilafətdə olan şəxslər imkan vermirdilər Əhl-i Beyt əleyhissalatu vəssalama ki, xidmət göstərsinlər. Sanki belə deyək də, xalqla Əhl-i Beyt əleyhissalatu vəssalamın əslində zahiri şəkildə xalqla Əhl-i Beyt əleyhissalatu vəssalamın arasında bir ayrılıq mövcud oldu bu xilafətdə olanların ucbatından və həmçinin uydurma hədislər ortaya çıxdı. Yəni hədis elmində də var İsrailiyyət hədisləri. Uydurma hədislər yazıldı. Ta alimlər əziyyətlə bir hədisi digər hədisdən seçmək üçün, onu süzgəcdən keçirmək üçün əziyyətlər çəkərdilər ki, yəni bilsinlər bu hədis problemlidir. Və Ali Məhəmmədin fiqhindən də bu 40-cı əsrdən, Hicri 40-cı ildən ta hara qədər 100-cü əsri, üzr istəyirəm, 1-ci əsrin sonuna qədər nə etdilər? Bəhrələndilər, gedirdilər gizlin imamların qapısına. İmam Baqir əleyhissalatu vəssalamın dövründə isə bu xilafətlərin, belə deyək də, Əməvi xilafətinin zəifliyi dövrü idi. Abbasi xilafətinin dirçəliş dövrü idi. Artıq müharibələr başladı. Müharibələr başlayandan sonra İmam Baqir əleyhissalamda cüzi şəkildə az bir müddətdə İmam Baqir əleyhissalam başladı fəaliyyət göstərməyə. Necə ki dövr gəldi İmam Sadiq əleyhissalatu vəssalamın dövrünə, artıq bu Abbasi xilafəti qalibiyyət əldə elədi, baş qarışdı döyüş problemlərinə, qənimətlərə və s. və ilaxır. İmam bu boşluqlardan istifadə edərək nə etməyə başladı? Təlim-tədris üsulu seçdi ki, tələbələr yetişdirsin və müxtəlif bölgələrə göndərsin, dini maarifləndirici işlər görülsün. Məhz elmi mərkəzə çevrilməsinin səbəbi bu xilafət məsələsi idi. Abbasi ilə Əməvilərin döyüşünün baş verməsi və orada yaranan boşluq idi ki, imam bu boşluqdan istifadə elədi, bu təlim üslubunu, maarifli üslubunu seçdi. Bəli, əziz qardaşım, Allah razı olsun. Hətta İmam Cəfər Sadiq əleyhissalam 4000 tələbə yetişdirir. Yəni bu qarşılıqdan imam istifadə edərək iki zalım hakimiyyətin arasındakı olan ixtilafdan, o zəmindən istifadə edərək 4000 tələbə yetişdirir və bunlar da ki, əlhamdülillah ki, Əhl-i Beyt məktəbinin yayılmasına, o sağlam olan əqidənin möhkəmlənməsinə xidmət edib. Növbəti sual da məhz bundan ibarətdir ki, İmam Cəfər Sadiq əleyhissalamın elmi fəaliyyətinin genişlənməsi tək başına hakimiyyət üçün təhlükə idi, yoxsa onun ictimai nüfuzu əsas təhlükə sayılırdı? Gəlin bu sualı düzgün başa düşmək lazımdır ki, əvvəlcə elm və nüfuz anlayışlarını bir-birindən ayırmaq lazımdır. Amma eyni zamanda onların necə
belə deyək də, birləşdiyini də görmək vacibdir bizim üçün. İmam Cəfər Sadiq əleyhissalam elmi fəaliyyəti sadəcə dərs vermək deyildi. O bir tərəfdən dini, hüquqi və belə deyək də, fəlsəfi məsələləri izah edirdi. Digər tərəfdən isə insanlarda düşüncə mədəniyyəti formalaşdırırdı. Bu baxımdan onun elmi fəaliyyəti özü-özlüyündə artıq müəyyən ideoloji təsir gücünə malik idi. Çünki elm burada pasiv, yəni ölü məlumat ötürülməsi yox, aktiv şuur yaratma vasitəsi idi. Amma tarixə baxanda tarix göstərir ki, hər bir elmi fəaliyyət avtomatik olaraq siyasi təhlükəyə çevrilmir. Əgər elm yalnız dar akademik çevrədə qalarsa, onun təsiri məhdud olur. İmam Sadiq əleyhissalamın da fərqi ondan ibarət idi ki, onun elmi fəaliyyəti cəmiyyətə nüfuz etmişdi. Onun tələbələri müxtəlif bölgələrə yayılır, onun fikirləri xalq arasında qəbul olunurdu və o geniş kütlələr tərəfindən etibarlı şəxsiyyət kimi tanınırdı. Burada əsas dönüş nöqtəsi məhz budur. Elm plus qəbul olunma bərabərdir nəyə? İctimai gücə. Yəni elm insanın düşüncəsini dəyişir, nüfuzu isə bu düşüncəni yayır və kollektiv gücə çevirir. Bu mərhələdə artıq məsələ təkcə bilik deyil, ictimai təsir və potensial dəyişiklik məsələsinə çevrilir. Digər tərəfdən İmam Sadiq əleyhissalamın təlimlərində insanın belə deyək, məsuliyyəti, seçim azadlığı və zülmə qarşı münasibət kimi mövzularda da yer alırdı. Bu anlayışlar belə xüsusi fikirdən desək, cəmiyyətdə ölmüş itaətdən daha şuurlu mövqeyə keçidi təşviq edir. Bu isə hər bir siyasi sistem üçün diqqətlə izlənilən bir sahədir. Ona görə də demək olar ki, elmi fəaliyyət təhlükənin əsasını yaradırdı. İctimai nüfuzda bu təhlükəni real və təsirli gücə çevirirdi. Yəni, amma bu ikisi birlikdə olduqda artıq uzun müddətli və geniş təsir gücü artıq ortaya çıxır, bəlli olur. Bəli, qardaşım. Yəni, məhz elə Əhl-i Beyt əleyhissalamın imamlarının Allahın onlara vermiş olduğu nur, Allahın onlara vermiş olduğu məqam, bunun bərabərliyində onların nüfuzu və həmçinin Allahın olduğu elm, yəni onların nüfuzu da Allahdandır, elmi də Allahdandır, məqamları da Allahdandır. Yəni, Allah Taala'dan əldə olunmuş bu dəyərlərlə, bu nemətlərlə bir yerdə hərəkət etdikdə, təbii ki, qəlbində sağlam iman və sağlam düşüncə olan insan onlara meyl edir və bu da təbii olaraq həmən dövrün zalim hakimiyyəti üçün potensial bir təhlükə yaradır. Yəni, bu səbəblərdən dolayı da elə inşallah ki, növbəti sualı da gətirirəm ki, Mənsur Dəvaniqi İmam Cəfər Sadiq əleyhissalamı məhdudlaşdırmaq və ona təzyiq göstərməkdə hansı rol oynadı? Sual olaraq ünvanladınız da elə bunu. Bəli. Gözəl sual əslində. Bəli. İmam Cəfər Sadiq əleyhissalamın dövründə İslam dünyası ciddi siyasi keçid mərhələsində idi. Abbasilər xilafəti də yeni formalaşdığı üçün hakimiyyət hələ tam sabitləşməmişdi ki, və bu dövrdə siyasi nəzarət məsələsi də nə olmalıdır? Ən həssas mövzu olmalıdır. Bu şəraitdə Mənsur Dəvaniqi dövlətin idarə olunmasını yalnız hərbi və inzibati güc kimi yox, həm də ideoloji nəzarət sistemi kimi görürdü. Yəni, o anlayırdı ki, bir dövlətin davamlılığı təkcə ordu ilə yox, həm də insanların düşüncə tərzi ilə bağlıdır. Nəzarət və siyasi balans idi əsasında onun fikri. Birinci olaraq ki, bunu iki bölgəyə bölək. Birincisi budur, nəzarət və siyasi balans siyasəti. Mənsurun ilk addımı İmam Sadiqin fəaliyyətini birbaşa qadağan etmək yox, onu nəzarət altına saxlamaq idi. Çünki onlar xilafətə nə ilə gəlmişdilər? Əimmə əleyhissalatu vəssalamın adından istifadə edərək gəlmişlər. Məhz ona görə birdən-birə imama qarşı başqa fikirlər ola bilməz. Ona görə Mənsurun ilk addımı İmam Sadiqin fəaliyyətini birbaşa qadağan etmək yox, onu nəzarət altında saxlamaq idi. O imamı dəfələrlə saraya çağırır, onun ictimai fəaliyyətini izləyir və təsir dairəsini ölçməyə çalışır. Bu yanaşma göstərir ki, məsələ açıq düşmənçilik yox, daha çox nəzarət altında saxlamaq siyasəti idi. İkincisi isə alternativ ideoloji mühit yaratmaq idi.
Mənsur Dəvanəqi yalnız fiziki nəzarətlə kifayətlənmir. O, cəmiyyətdə başqa fikirlərin yayılmasına da şərait yaradır. Xüsusilə ölülük yaradan dini izahlar, təqdir və dəyişməzlik düşüncəsini gücləndirən yanaşmaları neynirdi? Dəstəkləyirdi. Bu siyasətin məqsədi açıq idi. İnsanların sosial və siyasi aktivliyini azaltmaq. Üçüncüsü isə ideoloji təsirin qarşısını almaq cəhdidir. Yəni nə? Cəfər Sadiq Əleyhisselamın məktəbi insanlara nəyi təşviq edir? Düşünməyə, sual verməyə, məsuliyyət hissini öyrədirdi. Mənsur isə anlayırdı ki, belə bir düşüncə modeli uzun müddətdə cəmiyyət şuurlu dəyişikliklər yarada bilər. Buna görə onun əsas məqsədi bu təsiri zəiflətmək idi. Və təhlükə hesab edilən təsir, belə deyək, mərkəzlərini tam yox etmək yox, onu nəzarətə alıb nəzarətin altında saxlamaq. Nəticə olaraq qısa konkret, yəni uzatmadan belə cavab vermək olar ki, Mənsur Dəvanəqinin rolu təkcə fərdi münasibət kimi deyil, daha geniş siyasi strategiya kimi başa düşülməlidir. O, İmam Sadiq Əleyhisselamın elmi məktəbini nəzarət altında saxlamaq, təsirini məhdudlaşdırmaq, ictimai genişlənməsini yavaşlatmaq istiqamətində addımlar atmışdır. Amma bütün bu təzyiqlərə baxmayaraq, Cəfər Sadiq Əleyhisselam məktəbi tam dayandırıla bilmədi, əksinə daha da coğrafiyalara yayılmağa başladı. Və bütün yerlərdə də bilirik ki, yəni Cəfər Sadiq Əleyhisselamın tələbələrindən mövcud olub və dini təbliğ işləri. Bəli, xüsusi olaraq da bu elmi fəaliyyətin nəticəsi olaraq Əhl-i-Beyt məktəbinin mənsublarına Cəfəri termini ilə müraciət olması bunun ən böyük təzahürüdür. İnşallah ki, növbəti sualımız da əziz qardaşım bundan ibarətdir ki, niyə o dövrün hakimləri elmi mübahisə yerinə zindan və aradan götürmə yolunu seçdilər? Əslində bu sualların hamısı bir-birinə zəncirvari bağlı olan suallardır. Hər birinin cavablarına baxanda eyni sözlərdən istifadə edə bilərik. Çünki bir-birinə bağlı olan məsələlərdir. Abbasilər xilafəti dövründə Bəli, eyni mahiyyəti eynən ehtiva edir. Baxın, xilafət ki, bu Abbasilər xilafəti dövründə siyasi sistemin əsas xüsusiyyətlərindən biri gücün mərkəzləşdirilməsi idi. Belə sistemlərdə fikir müxtəliflikləri yalnız elmi məsələ kimi yox, həm də siyasi sabitliyə təsir edən amil kimi qiymətləndirilir. Cəfər Sadiq Əleyhisselam kimi yüksək elmi nüfuza sahib bir şəxsiyyətin mövcudluğu isə bu vəziyyəti daha həssas edir. Çünki onun dərsləri yalnız dini bilik ötürmür. Həm də insanların nəyini, düşüncə tərzini formalaşdırır. Birincisi, elmi mübahisənin riskli tərəfi, elmi mübahisə açıq mühit tələb edir, dəlil tələb edir, məntiq tələb edir, ictimai dinləyicisi də olmalıdır ki, görsünlər bu bəhslərdə qalib kimdir, qalibiyyət kimdir və əgər qarşı tərəf elmi baxımdan daha güclüdürsə, mübahisə nəticəsi nəzarətdən çıxa bilər. Bu isə siyasi baxımdan risk yaradırdı Mənsur Dəvanəqiyə. Çünki onun biliyi İmam Sadiq Əleyhisselatü Vəssalam qədər deyildi axı. İmam Sadiq Əleyhisselam təbii ki, elmi ilə və helmi ilə o şəxsi susturacaqdır. İkincisi, ideoloji məğlubiyyət qorxusu. Hakimiyyət üçün ən böyük təhlükə fiziki yox, ideoloji məğlubiyyət idi. Çünki ideolojiya üstünlük itirilərsə, siyasi güc də uzun müddətdə zəifləyər. Əbu Cəfər Mənsur lənətullah əleyh bunu anlayırdı ki, və açıq debatın nəticəsinin onun nəzarətində olmayacağına ehtimal edirdi. Yəni ki, əvvəlki sözümüz kimi də bu imamın qarşısında nə edə bilərdi? O qədər şəxslər gəldi imamla debata, nə oldular? Məğlub olub qayıtdılar dala. Üçüncüsü də nəzarət edilən sistemin seçilməsi. Zindan və məhdudlaşdırma nəticəsi daha tez görünən və riskləri az olan və nəzarəti tam dövlətin əlində saxlayan vasitələr idi. Mənsur bəhsə girəndə özün təhlükəyə atır, amma zindana atanda heç bir təhlükəyə atmır və yaxud da nəzarətə alır, nəzarətinin altında saxlayır ki, yəni bu ondan artıq işlər görə bilməsin. Bir də ki, elmin ictimai təsiri. Cəfər Sadiq Əleyhisselamın elmi məktəbi təkcə kitab və dərs deyildi. O,
insan formalaşdırırdı, insan yetişdirirdi. Yəni tələbələr formalaşdırırdı, fikirlər yayılırdı, yəni düşüncə nəsli yaranırdı. O tələbə gedib filan vilayətdə təbliğat aparır, orada da yeni düşüncələr ortaya çıxır. Bu isə mübahisədən daha geniş təsir deməkdir. Beşincisi də elə bunu da deyirəm, bu sualı tamamlayıram. Siyasi məntiq. Tarixi baxımından belə sistemlərdə əsas prinsip belə olur. Əgər fikir idarə olunmursa, məhdudlaşdırılır. Əgər təsir güclüdürsə, nəzarət altına alınır. Bu, tək bir dövrə yox, ümumi idarə etmə tarixində rast gəlinən nədir? Modeldir. Allah razı olsun əziz qardaşım. Artıq bizim 3 dəqiqə vaxtımız qalır və sonuncu sualı səsləndirmək istəyirəm sizə. Əgər bugün İmam Cəfər Sadiq əleyhissalamın elmi məktəbi düzgün tanıdılsa, bu İslam cəmiyyətinin birliyi və maariflənməsinə necə təsir göstərə bilər? Bəli, bu sualın cavabı tək istiqamətli deyil və tarixə daha geniş baxanda iki fərqli qat görsənir. Siyasi ideoloji səbəblər və konkret tarixi münasibətlər. Cəfər Sadiqin əleyhissalatu vəssalamın dövründə elmin güclənməsi yalnız dini biliklərin artması demək deyildi. Bu, eyni zamanda cəmiyyətin düşüncə strukturunun təkməsi idi. Bir bəli tərəfi budur ki, ideoloji və sosial səbəb, bəli demək olar ki, maarifləndirici elm müəyyən mənada narahatlıq yaradırdı. Çünki insanlar passiv qəbuldan, ölü qəbuldan çıxırdı, dini və sosial məsələlər daha dərindən müzakirə olunurdu. Xeyir tərəfi də budur ki, xeyir cavabı versək, tarixi və siyasi reallıq. Onların əsas səbəbi Əhl-i-Beyt ilə düşmənçilik idi. Baxaq tarixə görək ki, nə qədər iyrənc vəhşiliklər edirlər Əhl-i-Beyt əleyhissalatu vəssalama. Elə Mənsur Dəbaniqinin özünə baxaq. Özü Əhl-i-Beytin adından istifadə eləyərək getdi, dilənçilik elədi, pul yığırdı. Nə bilim, gedirdi Həzrət Əli əleyhissalatu vəssalamın adını çəkirdi ki, mənim qarnım acdır, onun məhəbbətinə xatir mənə yemək verin. Bu addan istifadə edərək gəldi hakimiyyətə, sonra onun övladlarına başladı zülm etməyə. Bax, digər tərəfdən məsələni yalnız elm qorxusu ilə izah etmək tam baxımdan Abbasi dövləti yeni kurulmuşdu və bu dövrdə siyasi hakimiyyətin möhkəmləndirilməsi, daxili rəqiblərin neytrallaşdırılması, dövlət strukturunun sabitləşdirilməsi əsas, belə deyək, portretlərdən biri idi. Bəli, əziz qardaşım, Allah sizdən razı olsun. Əvvəla, yəni bu günləri bizlər də Əhl-i-Beyt əleyhissalamın tərəfdarı olaraq, xüsusi olaraq da Əhl-i-Beyt əleyhissalamın, İmam Cəfər Sadiq əleyhissalamın bizlərə miras buraxmış olduğu Əhl-i-Beyt əleyhissalamın o elmi, mərifəti, bu günləri bu elm və mərifət ətrafında toplaşsaq, gerçək olan İslamın gözəlliklərini həm dünya və həm də axirətimiz üçün yaşayarıq və onu da ətrafımızdakı olan insanlara yaşatdırarıq ki, yəni Səqiləyn hədisi bunun ən böyük sübutudur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm ki, buyurur, sizin aranızda iki dəyərli, iki ağır əmanət qoyuram, Quran və Əhl-i-Beyt. Bu iki əmanətə sarılsaz, qiyamətə qədər, yəni Kövsər hovuzuna yetişənə qədər bunlar bir-birlərindən ayrılmayacaqlar və siz də yolunuzda azmayacaqsınız. İmam Cəfər Sadiq əleyhissalamın da bizlərə buraxmış olduğu elmi mirasdan faydalanmaq dünya və axirətdə bizim qurtuluşa çatmağımıza səbəb olan amillərdən biridir. Əvvəla, yəni son olaraq təşəkkürümü bildirirəm sizə, qardaşım. Allah sizi salamat eləsin. Allah bizləri dünya və axirətdə Əhl-i-Beyt əleyhissalamdan ayrı salmasın. Elhamdülillahi Rabbil alemin. Allahümmə salli alə Muhammed və alə. ...360 dərəcə canlı Azərbaycanda.